Gəlin bugün birlikdə 19-cu əsrin Sankt-Peterburqunun o dumanlı, tutqun küçələrinə səyahət edək. Fyodor Dostoyevskinin bəlkə də ən kədərli, amma eyni zamanda da ən insani romanlarından birinin dərinliklərinə baş vuraq. Bu, qırılmış qəlblərin, böyük fədakarlığın və amansız egoizmin toqquşduğu bir hekayədir. Baxın, roman elə bu sözlərlə başlayır. Bizi birbaşa gənc, pulsuz, parasız yazıcı Vanyanın dünyasına atır. Dostoyevski heç bir hazırlığı olmadan bizi o an Vanyanın təkliyinə, şəhərin o soyuq, rütubətli atmosferinə bürüyür. Hələ ilk sətirlərdən hiss edirsən ki, bu hekayənin sonu çox da xoşbəxt bitməyəcək. Biz bütün hadisələri məhz bu gənc yazıcının Vanyanın gözü ilə görürük. O, şəhərin unudulmuş, kənarda qalmış insanlarını çox diqqətlə izləyir. Yəni, Vanya sadəcə hekayənin bir iştirakçısı deyil, həm də başqalarının dərdlərini qələmə alan bir müşahidəçidir. Hekayənin ən toxunan məqamlarından biri elə Vanyanın bu müşahidəsi ilə başlayır. O, hər gün bir şirniyyatçıya gəlib tənha oturan qəribə bir qocanı və onun yeganə yoldaşı, xəstə iti Azorkanı izləyir. Və bir gün it elə oradaca, hamının gözü qarşısında ölür. Bu hadisə o qocanın onsuz da kövrək olan dünyasını darmadağın edir və çox keçmir ki, o da kimsəsizlik içində dünyasını dəyişir. Bax, bu, romanın bizə göstərdiyi ilk acı faciədir. Kitabdan gətirilən bu parça, o qocanın dərin kədərini və çaşqınlığını o qədər gözəl təsvir edir ki, bu an Vanyanın yaddaşına sanki bir yara kimi həkk olunur. O, yeganə dostunu itirən bir insanın reallıqdan necə qopduğunun canlı şahidi olur. Yəni bu, sadəcə bir itin ölümü deyil, bir insanın son ümidinin sönməsidir. Vanyanın bu kənar müşahidələrindən sonra hekayə birbaşa onun öz həyatının mərkəzinə, onun qəlbindəki o böyük emosional münaqişəyə yönəlir. Söhbət Vanya, onun uşaqlıq sevgisi Natasha və sadəlövh şahzadə Alyosha arasındakı o mürəkkəb sevgi üçbucağından gedir. Natasha o dövrün bütün qaydalarına, ailəsinin bütün istəklərinə qarşı çıxaraq sevdiyi adamın arxasınca gedir. Təsəvvür edin, bu qərar onun valideynlərini və onu dəlicəsinə sevən Vanyanı sözün əsl mənasında məhv edir. O dövr üçün bu, böyük bir qalmaqal, ailənin adına vurulmuş dərin bir ləkə sayılırdı. Natasha'nın bu sözləri, bu sualı, onun qərarının nə qədər qəti olduğunu və içində hansı fırtınaların qopduğunu göstərir. O anlayır ki, geri dönüşü olmayan bir yola çıxıb, amma sevgisi üçün hər şeyi qurban verməyə hazırdır. Bu, fədakarlıqla dolu bir üsyandır. Vanyanın bu sözləri isə onun Natasha olan o cavabsız sevgisinin dərinliyini, o kədəri ifadə edir. O, Natasha'nın xoşbəxtliyi üçün hər şeyi etməyə hazır olan bir dost, bir qardaş rolunu oynamağa məcburdur. Amma ürəyindəki o sevgi onu içərdən yeyib bitirir. Onların bütün hekayəsinin təməlində bax bu cavabsız sevginin dərin kədəri dayanır. Və bu sevgi hekayəsinin kölgəsində romanın əsl mənfi qəhrəmanı, əsl qaranlıq ürəyi peyda olur. Şahzadə Alyoshanın atası, Şahzadə Valkovski. O, sadəcə pis bir insan deyil. O, ətrafındakı hər kəsi bir şahmat fiquru kimi idarə edən şər fəlsəfəsinin canlı təcəssümüdür. Şahzadə Valkovski təkcə Natasha'nın ailəsinin məhvinin arxasında dayanmır. Yox, demək olar ki, hekayədəki hər bir personajın istirablarının memarı məhz odur. İnsanların zəifliklərindən həzz alaraq istifadə edən soyuqqanlı, amansız bir manipulatordur. Şahzadənin bu soyuqqanlı monoloqu onun bütün fəlsəfəsini ortaya qoyur. Onun üçün əxlaq, vicdan, sevgi, bütün bunlar zəiflər üçün uydurulmuş boş sözlərdir. Onun üçün həyat bir alverdir, insanlar isə sadəcə bir alətdir. Əslində, romanın əsas münaqişəsi məhz bu iki dünya görüşünün toqquşmasıdır. Bir tərəfdə sevgi, fədakarlıq, başqası üçün əziyyət çəkməkdə bir ucalıq tapan insanlar var. O biri tərəfdə isə başqalarının istirabından özünə mənfəət çıxaran yırtıcı, tamamilə egoist bir fəlsəfə dayanır. Bax, bu mənəvi savaşın ortasında səhnəyə tamamilə başqa bir qurban çıxır. Qürurlu, kövrək və sirli gənc yetim Nelli. Və Nelli romanın ən mürəkkəb, ən faciəvi obrazlarından birinə çevrilir. Nellinin keçmişi tamamilə travmalarla doludur. Onun hekayəsi anasının bir zadəcan tərəfindən aldadılması ilə başlayır və onu küçələrdə, qəddar insanların əlində tək qoyur. Vanyonu tapanda Nelli həm fiziki, həm də mənəvi cəhətdən yaralanmış bir uşaqdır. Və onun istirabları birbaşa romanın mərkəzi canisinə, yəni Valkovskiyə bağlıdır. Nellinin bu üsyanı, bu qışqırığı, onun o şiddətli qürurunu və travmasından doğan o dərin özünə nifrətini göstərir. O köməyi qəbul etməkdən imtina edir, çünki düşünür ki, sevilməyə layiq deyil.
Bu, onun balaca qəlbindəki o böyük fırtınanın təzahürüdür. Və burada hekayənin bütün düyünləri açılır. Məlum olur ki, Nellinin anasını aldadıb tərk edən o adam elə Şahzadə Volkovskinin özüdür. Nelli, Şahzadənin heç vaxt qəbul etmədiyi nəvəsidir. Bu acı həqiqət, Şahzadənin qəddarlığının sadəcə bir nəfərə deyil, nəsillərə necə təsir etdiyini və bütün personajları bir istirab torunda necə birləşdirdiyini ortaya qoyur. Yaxşı, bəs bütün bu istirabların, qırılmış qəlblərin və hilələrin sonunda Dostoyevski bizə hansı mesajı ötürməyə çalışır? Bütün bu hekayənin mirası nədir? Nellinin ölüm yatağında dediyi bu sözlər, miras aldığı ağrının dərinliyinin və əfv etməkdən imtina etməsinin çox güclü bir sübutudur. Bu, sadəcə bir intiqam deyil, bu, anasının ədalətsizliyə uğramış ruhuna bir sədaqət andıdır. Bəzi yaraları zaman belə sağalda bilmir. Amma bütün bu qaranlığa baxmayaraq, əsərin əsl gücü, əsl işığı başqa bir yerdə gizlənir. Dünya tərəfindən əzilsələr də, alçaldılmış və təhqir olunmuşlar bir-birlərinə qayğı göstərərək öz aralarında kövrək bir insanlıq qalası qururlar. Onların qələbəsi intiqam almaqda deyil, ən çətin anlarda bir-birinə uzatdıqları əldə məhz o mərhəmətdədir. Bax, bu sual romanın niyə hələ də bu qədər aktual olduğunu vurğuluyur. Bəlkə də həqiqi güc başqalarını əzməkdə deyil, yıxılan birinə əl uzatmaq cəsarətindədir. Dostoyevski bizim məhz bu haqda düşünməyə vadar edir. Alçaldılmış və təhqir olunmuşlara dair bu təhlilimiz bugünlük bu qədər. Ümid edirik ki, Dostoyevskinin bu dərin dünyasına səyahət sizin üçün də mənalı oldu. Daha çox belə ədəbi təhlil üçün Sətir 6 YouTube kanalına abunə olmağı və yeni materialları qaçırmamaq üçün bildirişləri açmağı unutmayın. Və ən əsası, şərhlərdə bizə yazın. Növbəti dəfə hansı klassik əsərin dərinliklərinə baş vuraq. Seçim sizindir.